Bağdad xilafətin paytaxtı olandan bəri bu şəhəri tutub və xilafətə şərik olmaq istəyən sülalilər çox olmuşdur. Məsələn, Səlcuqlar hətta bunu bacarmışdılar. Belə sülalələrdən biri də Xarəzmşahlar sülaləsi idi. 12-ci əsrin sonu, 13-cü əsrin əvvəllərində bu sülalə öz qüdrətinin zirvəsində idi. Bütün qonşularını siyasi səhnədən uzaqlaşdırmışdılar. Və artıq Əlaəddin Təkin devrindən başlayaraq Xarəzmşahlar Bağdada tutub xilafətə şərik olmaq istəyirdilər. Və belə-belə də yavaş-yavaş Bağdadla ziddiyyətə başladılar. İlk dəfə olaraq Əlaəddin Təkiş xilafətə, xəlifəyə xəbər göndərərək Xuzistanın işğal edilməsini icazə istədi. Lakin xəlifə ona buna icazə vermədi. Və Xarəmşah Məhəmmədin devrində artıq xəlifəyə qarşı xüsusi hazırlıqlara başlanıldı. Xəlifə də boş durmurdu. Gürlularla, İsmaillərlə, bəzi başqa qüvvələrlə Xarəmşahlara qarşı əlaqə saxlayırdı. Hətta Gürlulara göndərdiyi məktub Xarəzmşahların əlinə keçdi və xüsusi Həmədan qurultayında Məhəmməd bunu elan eləmişdi. Və 1215-ci ildən başlayaraq Əlaəddin Məhəmməd Bağdada hərbi səfərə başladı. Və 1216-cı ildə hətta Termezdən onun Əlaəlmülkü Bağdadın anti-xəlifəsi elan elədi və 1218-17-ci ildə artıq yürüşə başladı. Lakin maraqlı bu idi ki, yürüşü davam edə bilmədi. Belə ki, çoxsaylı ordu Zaqros dağlarında böyük bir tufana düşdü və onlar Bağdadı işğal edə bilmədilər, ordu geri qayıtmalı oldu. Xeyli də itki verdi.